Salam, hər vaxtınız xeyir olsun əziz müəllimlər. Deməli, bu gündən etibarən artıq yeni bölməyə keçmiş oluruq. Kəsr məsələlərdir bölməmizin adı. Kəsr məsələlərinə uyğun izah edə bildiyim qədər sualları izah eləyəcəm. Qalanlarını isə hissələrə bölüb hamısının izahını verməyə çalışacağam. Deməli, kəsr məsələlərindən birinci suala baxırıq. Deyir ki, fəhlələr uzunluğu 60 km olan yolu təmir etmək istədilər. Birinci gün onlar bütün yolun 5də 1 hissəsini, 60-ın 5də 1 hissəsində, yəni ikinci günü 4də 1 hissəsini təmir etdilər. 2 gündə neçə kilometr yol təmir olunmuşdur? Deməli, əgər 60 kilometrin birinci günü 5də 1-ni təmir eləyiblərsə, sən demə 60-ın 5də 1 hissəsini tapacaq. Bu da eləyəcək 12. Yəni 12 kilometr. İkinci günü qalanını demir ha. Deyir ki, ikinci günü 4də 1 hissəsini təmir etdilər. Yəni 60-ın 4də 1-ini, bu da eləyəcək 15. Və ümumilikdə 2 günə 27 kilometr yol təmir etmiş oldular. İndi nə deyir? 2 gündə neçə kilometr yol təmir olunmuşdur? Təbii ki, 27-yə bərabər olmuş olacaq. Cavabımız oldu nə? Cavabımız oldu B variantına bərabər. Baxırıq ikinci suala. İkinci sualda deyir ki, oğlan kitabdan 28 səhifə oxudu. Bu bütün kitabın 4də 1 hissəsini təşkil edir. Yəni 28 bütün kitabın 4də 1-ni təşkil edirsə, deməli hamısı, yəni kitabın ümumi səhifə sayını tapmaq üçün 28-i, yəni 4də 1 hissəsi 28 olan ədəd tapacağıq. Yəni 28-i 1-ə bölüb 4-ə vuracaq. Yəni 28 böl 1 vur 4 bərabərdir. 8 4-ün 32, 3 yadda, 2 4-ün 8, 3 də yadda 11. Deməli, kitabın özü neçə səhifəsi var deyəndə kitab 112 səhifədən ibarət imiş. Üçüncü sualda deyir ki, Nurlan kitabdan 72 səhifə oxudu. Bu, bütün kitabın 3də 1 hissəsini təşkil edir. Eyni ilə ikinci sualda olduğu kimi, burada da, yəni kitab ümumilikdə 72 səhifə deyil, sadəcə Nurlan kitabdan 72 səhifə oxuyub. Kitabın səhifəsini bilmirəm. Nurlan 72 səhifə oxuyub. Burada ipucu olaraq bax bunu verib ki, yəni 72 səhifə kitabın 3də 1 hissəsidir. Bəs hamısı nə qədərdir? Yəni 3də 1 hissəsi 72 olan ədəd tapırıq. 72-ni 1-ə bölüb 72 eləyir, 3-ə vuracaq. Yəni 3-ə vuranda 6, 3, 7, 21. 216 səhifədən ibarət imiş. Gəlirik 4-cü suala. 4-cü sualda deyir ki, 36 şagird müharibə və əmək veteranlarına kömək etməyə qərarı alır. Uşaqlarının yarısı, yəni 2də 1-i ərzaq alıb gətirir. Yəni 36-nın yarısı da 18-i, bax yazıram bura. 18-i ərzaq. 3də 1-i mənzilin təmizlənməsində iştirak etdi. Yəni 36-nın 3də 1-i, bu da eləyir 12, təmizlənmə yazıram. Sonra nə deyir? Qalanları isə kitabxanadan kitab gətirdilər. Neçə şagird kitabxanadan kitab gətirdi? Deməli, bax, bunlar ərzaq və təmizləmədə iştirak edənlər ümumilikdə neçə nəfərdir? 12 və 18-i toplayırıq, 30 nəfərə bərabər olur. Ümumi şagird sayı da 36 olduğuna görə 36-dan 30 çıxacaq 6 nəfər, 6 şagird yəni kitabxanadan kitab gətirmiş olur. Deməli, doğru cavabımız D variantına bərabərdir. Baxırıq 5-ci suala. Deyir, meyvə bağında 600 ağac var idi. Onların 5də 1-i alma, 4də 1-i armud, qalanları isə şaftalı ağacıdır. Deməli, 5də 1-i almadırsa, 600-ün 5də 1-i, elə və 60-ın 5də 1-i də, yəni 120-yə bərabərdir. 4də 1-i armud, yəni 600-ün 4də 1-i, bu da eləyəcək 150. Ümumilikdə nə qədər oldu bu? 270. Qalanları, yəni 600 ağacdan 270-i artıq elə bir ki 120-si alma ağacı olub, 4də 1-i, yəni 150-si armud ağacı olub, qalanları, yəni 600-dən çıxmalıyam 270-ini ki, görüm hələ qalan nə qədər ağac şaftalı ağacıdır. 0 gəlir, yazılır burada, 10-dan 7-sini 3, 5-dən 2-sini 3. 330 cavabımız A variantına bərabər olacaq. Baxırıq 6-cı suala. Deyir, bağda 1200 ağac var. Bütün ağacların yarısı. Yarısı deyəndə, yəni 2də 1-i. Ümumiyyətlə, yarısı demək nədir? 1200-ün yarısı 2-yə bölmək deməkdir də. Yəni 600-ü. 600-ü alma. Yazıram bura alma. 3də 1-i armud ağacı. 1200-ün 3də 1-i. 12-ni 3-ə böləndə 4. Yanına da 2 0. Bu hansı ağacdır? Armud ağacıdır. Armud.
Qalanı isə albalı ağacıdır. Qalanını tapmaq üçün nə etməliyəm? Bax, bunları toplayıb 1200-dən çıxmalıyam. Ona görə yazıram 1200 çıxılsın. 600 üstə gəlsin 400. Bərabərdir 200. Çünki 600-dən 400 1000 elədim. 1200-dən də 1000-ni çıxanda 200-ə bərabər cavabımız oldu D variantı. 7. Ata öz pulunun üçdə birini xərcləyib 240 manata oğlu üçün kostyum aldı. Sonra bir neçə kitab aldı və onun 390 manat pulu qaldı. Kitablara nə qədər pul xərclənmişdir? Deməli, üçdə birini xərcləyib 240 manata oğlu üçün kostyum aldı. Deməli, pulun üçdə biri 240-dır. Bu zaman ümumi pulun sayını tapmalıyıq. 240-ı 240-ı vuracağıq nəyə? 3-ə. 0, 3, 4, 12, 1 yadda, 3, 2, 6, 1 də 7. Deməli, pul 720 manatdır. Bunun 240 manatını oğlu üçün kostyum alıb. Gəlin 720-dən çıxaq 240-ını görək yerdə nə qalır? 0, 12-dən 4, 8, 6-dan 2 çıxdım 4. 480 manatı qalıb. Sonra bir neçə kitab aldı və onun 390 manat pulu qaldı. Deməli, bir neçə kitabın nə qədər pul tutduğunu bilmirəm. Necə hesablayıb tapa bilərəm? Bax, ümumi qalan puldan buradakı qalan pulu çıxsam, mən neçə kitaba nə qədər pul verib onu taparam. Yəni 480-dən 390 çıxıram. 0, 18-dən 9 çıxdım 9-u. 3-dən 3 çıxanda heç nə qalmır. 90 manat kitablara pul verib. Kitablara nə qədər pul xərclənmişdir? Təbii ki, 90 manat pul xərclənmişdir. Cavabımız oldu A variantı. Baxırıq 8-ci suala. Deyir, iki məntəqə arasındakı məsafə 240 kilometrdir. Bu məntəqədən iki qatar eyni vaxtda qarşı-qarşıya hərəkətə başladı. Baxın, belə bir məntəqədir. Məsafə 240-dır. Bu məntəqədən iki qatar. Biri buradan yola çıxır, biri buradan yola çıxır. Birinci qatar bütün yolun 4də birini. 240-ın 4də biri nə qədərdir? 240-ı 4-ə bölüb 1-ə vuranda 60 edəcək. Daha sonra ikinci isə 3də birini getdi. 240-ın bəs 3də biri nə qədərdir? 80 eləyəcək. Aralarındakı məsafəni tapmaq üçün nə etməliyəm? Ümumi yoldan, bax 240-dan çıxmalıyam. Bunların getdiyi məsafələrin cəmini. Yəni 60 üstə gəlsin 80. Bərabərdir. 240-dan da çıxanda 60-dan 80 140 eləyir. Bərabər olur nəyə? 100-ə. Cavabımız oldu C variantına bərabər. Deməli, 9-cu sualda deyir, fermer qənd zavoduna hər biri 3 ton tutan 80 maşın şəkər çuğunduru göndərdi. Şəkər çuğundurunun 6-da biri qəndə çevrilir. Zavod göndərilən çuğundurdan neçə ton qənd alınır? Deməli, 3 ton tutan 80 maşın. Deməli, hər maşında 3 ton şəkər çuğunduru var. Və bu bir maşın deyil, 80 maşındır. Ona görə də ümumilikdə 80 maşın olduğu üçün və hər maşında 3 ton olduğu üçün ümumilikdə 240 ton şəkər çuğundurumuz var. Şəkər çuğundurunun 6-da biri qəndə çevrilir. Yəni 240-dan 6-da biri qədər qənd alınır. Bu zaman 240 ton şəkər çuğundurundan 40 ton qənd alınmış olur. Düzgün cavabımız olur B variantına bərabər. Baxırıq 10-cu suala. Aşağı sinif şagirdləri bir iməcəlikdə 1300 kiloqram, o biri iməcəlikdə 1200 kiloqram dəmir qırıntısı yığdılar. Bu, yuxarı sinif şagirdlərinin yığdığı dəmir qırıntılarının 4də 1 hissəsini təşkil edirdi. Baxın, bir iməcəlikdə 1300 kiloqram yığırlar, o biri iməcəlikdə 1200 kiloqram yığırlar. Ümumilikdə 2500 kiloqram nə yığırlar? Dəmir qırıntısı yığırlar. Həmin bu 2500 kiloqram dəmir qırıntısı yuxarı sinif şagirdlərin yığdığı dəmir qırıntılarının 4də 1-ni təşkil edir. Yəni 2500, 4də 1 hissəsi 2500 olan ədədi tapsaq, yuxarı siniflərin nə qədər dəmir qırıntısı yığdığını tapmış olacaq. Ona görə də 2500-ü 1-ə bölüb 4-ə vuranda bərabərdir. 0, 0, beləliyim. Sonra 5, 4-ün 22 yadda, 2, 4-ün 8, 2 yadda 10. 10.000 kiloqram. İndi nə deyir? Aşağı və yuxarı sinif şagirdləri birlikdə neçə kiloqram dəmir qırıntısı yığmışdılar. Bu 10.000 kiloqram yuxarı sinif şagirdlərindir. 2500 kiloqram aşağı sinif şagirdlərindir. Ümumilikdə 12.500
kiloqram, yəni 10 mindən, bax 10 mindən. 2500-ü toplasaq, verəcək bizə 12500. Cavabımız oldu A variantına bərabər. Deməli, 11-ci sualda məktəblilər 1856 kiloqram pomidor yığdılar. Yığılan pomidorun 1/4 hissəsini, əvvəlcə gəlin 1856 kiloqram pomidorun 1/4 hissəsini tapaq. Yəni, 1856-nı 4-ə bölək görək. 4 4-ün 16. Burada 2, 5, burada da 6. 6 4-ün 24, burada 16, burada da 4. Deməli, 464. 464-ün hərəsini 16 kiloqram tutan zəmbillərə. Bax, ümumilikdə 464 kiloqram pomidor var. 464, düzdür? Hərəsini də 16 kiloqram tutan zəmbillərə yığanda neçə dənə zəmbil lazım olduğunu biz tapmış olacaq. Yəni, bölsək əgər 16-ya, gəl elə ağaclı bölmələn bölək, görək neçə dənə zəmbil lazım olur. 46-nın içində 16, 3 götürsəm çox olacaq 2 dəfə. 2 dənə 16-nın 32 eləyir. Burada 40, burada 1. Burada da 4-ü gətirirəm aşağı. Neçə götürə bilərəm? 6, 9-un 54 götürə bilərəm. Bəli, 144. Deməli, 29 dənə zəmbil lazım olub bura qədər. 29 zəmbil. İndi qalan pomidorları isə, bax, 1856-nın 4-də birini tapanda bizə vermişdi 464, düzdür? İndi 1856-dan çıxıram 464-ünü. Görüm hələ qalan pomidor nə qədərdir? 6-dan 4 çıxdım 2. 15-dən 6 çıxdım 9. 7-dən 4 çıxdım 3. 392. Qalan pomidorları hərəsi 24 kiloqram tutan başqa zəmbillər. İndi görək başqa zəmbillər nə qədər zəmbil olub. Bölürəm 24-ə. 1 dənəm. Burada 5, burada 2, burada da 1. Görək 152-nin içində 24 nə qədər olar? 8 götürsəm çoxdur. 6, yox. 2, 8, 16. Çoxdur. 2, 5, 3-dən də 2 çıxdım 1. Neçə götürək? 8 əmələ gəlmir. 8 əmələ gəlmir, çünki biz burada çıxmanı səhv eləmişik. Gözləyin. Aha. Deməli, çıxanda 6-dan 4 çıxdım, neçə qaldı? 2 qaldı. 15-dən 6 çıxdım, 9 qaldı. Daha sonra burada 7 qalmışdı. 7-dən 4 çıxdım, 3 qaldı. Burada da 1 qaldı. Bax, heç biri yazmamışdıq bayaq. Bunu da böləcəm 24-ə. Deməli, 1392-ni 24-ə böləcəm. Əvvəlcə 139-un içində 24 götürürəm 5 dəfə. 5 dənə 24-ün 120-yə bərabərdir. 9, 1. Yana da 2 gətirirəm. Burada artıq 8 yaza bilərəm. 4, 8-in 32, 3 də yadda 19, bəli, 192. Deməli, əvvəlcə 29 zəmbil lazım olmuşdu. Bu dəfə 58 zəmbil lazım olub. İndi nə deyir? Pomidorları yığmaq üçün neçə zəmbil lazım oldu? Ümumilikdə toplasaq 17, 1 yadda, 7, 1 də yadda 8. 87 dənə nə lazım olmuş olur? Zəmbil lazım olacaq. Cavabımız oldu C variantı. Baxırıq 12-ci suala. Deməli, deyir, bir bağda 1120 meyvə ağacı var. Bu ağacların 8-ə 3 hissəsi alma ağacı, qalanları armud və cavalı ağaclarıdır. Armud və cavalı ağaclarının sayı eyni olarsa, bu ağacların hərəsində neçə dənə idi? Baxın, armud və cavalı ağacların deyir, sayı eyni olarsa, avtomatik olaraq A variantını çıxıram. Çünki 370, yox, çıxmıram yenə də. Bərabərdir də. Bax, A variantı qalır. 350, 350 B-də qalır. Bunların, bax, buradan D çıxır. Bir dənə D-ni çıxardırıq. Çünki armud və cavalı ağaclarının deyir, sayı eynidir. Yerdə qalır bizim 4 variantımız. İndi gəlin görək, 1120 meyvə ağacından alma ağaclarının sayını tapsaq, artıq misalımızın cavabı da çıxmış olacaq ortaya. İndi 1120-nin 8-ə 3 hissəsini taparıq. 1120-ni 8-ə bölərik, 3-ə vurarıq. Bərabər. Gəlin 1120-ni 8-ə bölək. Bir dənə 8-in 8, 32-nin içində 8, 4 dəfə yana da bir 0. 140. 140 mı elədi? Hə, 140. 140-ı da görək, götürək 3-ə vuraq. 0, 12, 1 yadda, 3, 1, 3, 1 deyək 4. 420 nə var? Bax, bura yazıram, 420 alma ağacı var.
Yerdə də qalır. Bax, elə 420 deyən kimi B variantını götürürəm. Çünki alma ağacı 420-də tapdığımız. Yenə də gəlin baxaq. İndi 1120 ağacdan 420-si nə ağacıdır? Alma ağacıdır. Yerdə qalanları isə armud və caval olacaq. 0, 0, 11-dən 4 çıxdım 7. 7 üzündə yarıya bölməliyəm ki, həm armud ağacı, həm caval ağaclarının sayı bərabər olsun. 350. Deməli, 350 armuddur, 350 cavalıdır, 420 isə almadır. Cavabımız oldu. B variantı olacaq. 13-cü sualla davam edirik. Bu formaya saldım ki, hesablamamız çox olduğu üçün orada qarışır. Bu formada yazsaq qarışmayacaq. Deməli, 13-cü sualda deyir, bir sahədən 28800, o biri sahədən isə bundan 2 dəfə az kartof topladılar. Gəlin, 28000, bax 28800-ün və bundan 2 dəfə az tapaq birinci, bölək 2-yə, bərabərdir. 1, 4, 4, 0, 0. Və sonra nə deyir? Bundan 2 dəfə az kartof topladılar. Bütün kartofun 8-ə 7 hissəsini. Bax, birinci sahədən bu qədər toplayıblar. İkinci sahədən bu qədər. Ümumilikdə görək nə qədər kartof toplayıblar. Bunları toplasaq, bax, belə toplayaq. 0, 0, 12 bir yadda, 12 bir də yadda, 13 bir yadda, 3 bir də yadda 4. 43200 kiloqram kartof toplayıblar. Deməli, bütün kartofun 8-də 7 hissəsini hər biri 50 kiloqram tutan kisələrə doldurub. İndi gəlin bunun 8-də 7 hissəsini tapaq. Yəni, bölək 8-ə, vuracaq 7-yə. 43-ün içində 8 5 dəfə, 5 8-in 40, 32-nin içində 8 4 dəfə, yanına da 2 dənə 0. 5400 və bunu 7-yə vuranda 0, 0, 4, 7, 28, 2 yadda, 5, 7, 35, 2 də yadda, 37. Deməli, bütün kartofun 8-ə 7 hissəsini hər biri 50 kiloqram tutan kisələrə doldurub. Həmin bax bunun 8-ə 7 hissəsi budur da. 50-yə böləcək ki, görək nə qədər kisə lazım oldu. Gəlin 37800-ü bölək 50-yə. 50-yə böləndə 378-in içində 50, 7 dəfə götürək. 7, 5-in 35, 8, burada qaldı 2. Bura biz 0 ataq. 280-in içində 55 dəfə, 250 və 3, 0. Yuxarıdakı 0-da gətirəndə 300 olur. 300-ün içində 56 dəfə. 756 dənə nə? Kisə lazım olub. Kisə. Sonra nə deyir? 50 kiloqram tutan kisələrə doldurub, hərəsində bərabər olmaqla 18 yük maşınına apardılar. Hər yük maşında neçə kisə kartof apardılar. Deməli, 756 kisədir və 18 yük maşınına qoyublar. Görək, hər maşına nə qədər kisə qoyublar. 756-nı da böləcəyik nəyə? 18-ə. Görək. Neçə götürsək? 4 götürsək. 4, 8-in 32, 3 yadda. Bu da 7, 3, bu da 6. 36-nın da içində 18, 2 dəfə. 42. Deməli, A variantımız, cavabımız A variantı olacaq 42-yə bərabər. Bildik necə elədik. Bax, biraz qarışıq olsa da, nə elədik? Əvvəlcə 28800 kiloqramla və onun yarısını topladıq. Bax, indi qələmin rəngini dəyişim. Onun yarısını topladıq. Oldu neçə? 43200. Daha sonra bütün kartofun 8-ə 7 hissəsini, yəni 43200-ün 8-ə 7 hissəsini tapdım. Böldüm 8-ə, vurdum 7, oldu 37500. 37500 kiloqram kartofu hərəsini 50 kiloqram tutan kisələrə doldurdular və böldüm. Neçə kisə lazım oldu? 756 dənə kisə lazım oldu. Həmin bu 756 dənə kisəni 18 yük maşınına yığıblar. Hərəsində də 42 qaldı. Məsələn, 18 dənə maşındır belə. Bunda 42, bunda 42, bunda hamısında 42 kiloqramdırsa, ümumilikdə 18 maşında cəmi 756 kisə nə olacaq? Kartof olacaq. Cavabımız oldu A variantına bərabər. Deməli, belə bir sualımız var. 14-cü sualda deyir, Zaporoj maşınının benzin bakında 36 litr benzin var. Gün ərzində onun 4-dən 1 hissəsi işləndi. İndi 4-də 1-i hərflə yazıblar deyə siz çaşdırmasın. Deməli, 36-nın neyini tapırıq? 4-dən 1 hissəsini tapırıq. Qalır 9, amma bakda nə qədər benzin qaldı? Cavab 9 deyil, ha? 36-dan 9 çıxacaq. Cavabımız olacaq. 16-dan 9 çıxdı.
16-dan 9 çıxımı 7. Deməli 2 də qaldı burada. Deməli bakda nə qədər benzin oldu? B variantı, yəni 27 litr benzin oldu. 18. 18-ci sualda deyir ki, məktəblilər sahənin birindən 504 kiloqram, o birindən isə 3 dəfə az kök yığdılar. Deməli, sahənin birinci sahədən 504. 504. İkinci sahədən nə qədər yığılır? Bundan 3 dəfə az. 504-ü 3-ə böləndə 5-in içində 3 1 dəfə, 20-nin içində 3 6 dəfə, 24-ün içində 3 8 dəfə. Deməli, ikinci sahədən 168 kiloqram nə yığdılar? Kök yox, 3 dəfə az. Yəni 168 çıxacaq. Hə, bildim. 168 yox, bundan 3 dəfə az. Hətta 168. 168 özümü çaşdırım. Yığılmış köklərin yarısı işlənildi. Yəni 2də 1 işlədim. Nə qədər kök yığılmışdı? 4 ilə 8-i topladım. 12 bir yadda, 6 bir yadda, 7, burada da 6. 672 kiloqram kökün yarısı, yəni 2də 1 işlənib. Neçə kiloqram kök işləndi deyir. Qaldı demir. 3, 7-nin içində 2, 3. 12-nin içində 2, 6. 336. Cavabımız D variantı olacaq. 16-cı sual. Zavoda 4800 litr benzin gətirdilər. Deməli, 4800 litr benzin gətiriblər. Birinci gün, yazıram bura birinci gün. Bütün benzinin 8-də 1-i. 4800-ü 8-ə böləndə, yəni 48-i 8-ə böləndə 6 qalır, yanına da 2 sıfır qoyaq. 600 nə qədər litr? İkinci gün 6-da 1-ni işlətdilər. İkinci günü 4800-ün 6-da 1-i eləcək 800 litr. 2 gündə neçə litr benzin işlətdilər? Bunları da toplayanda 1400 litr benzin işlətmiş olacaqlar. Cavab oldu A variantı. 17. Deməli, zavodda 3600 fəhlə işləyir. 3600. Bax, yazıram bura 3600 fəhlə işləyir. Bütün fəhlələrin 3də 1-i. 3600-ün 3də 1-i nə qədərdir? 3-ə bölüb 1-ə vuracaq da. Bu da eləyəcək 12, yanına da 2 sıfır. 1200. Qalanları isə qadınlardır. Hə, 3də 1-i kişidir, 1200-ü kişidir. Görək nə qədər qalıb. 3600-dən də əgər 1200-ü kişidirsə, 2400 nəfərdən nə olur? Qadın olur. Kim olur daha doğrusu? Qadın olur. Zavodda neçə qadın işləyir? Cavab oldu B variantı 2400-ə bərabər. Deməli, 18-ci sualımız belədir. Deyir, Qənd zavoduna birinci gün 633.600 kiloqram, ikinci gün bundan 2 dəfə az şəkər çoğunduru gətirdilər. Deməli, birinci gün gətiriblər nə qədər? 633.600. Düzdürmü? İkinci gün bundan 2 dəfə az. İkinci gün isə nə qədər gətiriblər? Bundan 2 dəfə az. Gəlin burada 633.600-ü bölək 2-yə görək nə qədər olur? 3, 3-ün 6. 3, bura 1, 13, bura 6, 16, bura 8, yanına da 2 sıfır. 316.800. Yazıram böyle 316.800. Bu hissəni də silirəm. Sonra, əgər şəkər çoğundurunun çəkisinin 6-da 1-ə qədər qənd alınırsa, deməli, birinci gün bu qədər gətiriblər, ikinci günü bu qədər gətiriblər. Ümumilikdə nə qədər şəkər çoğunduru alınıb? 0, 0, 14 bir yadda, 9 bir yadda, 10, 0 bir yadda, 4 bir yadda, 5, bu da 9. 950.400 kiloqram şəkər çoğunduru neyinliklər? Ümumilikdə, yəni 2 günə şəkər çoğunduru gətiriblər. Deyir, əgər şəkər çoğundurunun çəkisinin 6-da 1-ə qədər qənd alınırsa, deməli, bunu 6-ya böləcək, görək elə gətirilmiş çoğundurdan nə qədər qənd alınıb? 9-un içində 6 bir dəfə, bir dənə 6-ın 6, 35-in içində 6 5 dəfə, burada 30, 50-nin içində 6 8 dəfə, burada 48, 20-nin içində 6 4 dəfə, yox, 20 niyə? Bircə dəqiqə, harada səhv elədim? Deməli, 1-in içində 6,
Yox, 9-un içində 6 bir dəfə, bir dənə altın 6, 35-in içində 6, 5 altın 35. Hə, burada 4-dür. Mən 0-ı gətirmişəm. Əslində burada 4-dür. Bu 4-ü düşürtməliyəm aşağı. 6 8-in 48. 54-dən 48-in çıxanda 6 bala yox. Bir dəqiqə gözləyin. Qoy buranı silim, təzədən bölüm. Özümü harasa çaşdırıram. Yaxşı, baxaq. Deməli, bir dənə altın 6. Burada qaldı 3. 5-i düşürtdüm aşağı. 35-in içində 6, 5 dəfə. 5 altın 30. 5-i gətirdim bura. Hə, buradakı 0. 50-in içində 6, 8 dəfə. 6 8-in 48. Hə, 2. Bu 4-ü düşürdürəm aşağı. 24-ün içində 6 artıq 4 dəfə. 4 altın 24. 2 0-ı da yanına yazıram. Olur. 158.400. 158.400-dürsə, deməli, həmin bax bu qədər şəkər çoğundurundan 158.400 kiloqram nə alınıb? Qənd alınıb. Cavab oldu D variantı. 19. Mağazaya 900 kiloqram şəkər, yox, qənd gətirdilər. Deməli, 900 kiloqram qənd gətiriblər. Birinci gün bütün qəndin 10-da 3-ü, yəni 900-ü 10-a böləcək, vuracaq 3-ə. Bu da eləyəcək 90-da 3-ə vuram 270. İkinci gün isə qalanının 7-də 4-ünü satdılar. Deməli 900 əgər bunun 270-ini birinci gün satıblarsa, yerdə nə qədər qalıb? 0, 3, 8-dən 2 çıxım 6, 630 qalıb. 630-un 7-də 4-ünü satıblar ikinci günü. Bölürəm 7-yə, vururam 4-ə. 63-ün içində 7, 7 9-un 63 eləyir də 90. 630-un içində 7 90 dəfədir. 90 da 4-ə vururam. 4 9-un 36, yanında da bir 0. 360. İkinci gün nə qədər qənd satılmışdır? İkinci gün 360 kiloqram qənd satılmışdır. Cavabımız oldu Y variantı. Deməli, 20-ci sualda deyir, tarladan birinci gün 10 maşın buğda göndərildi. Hər maşında 2400 kiloqram buğda vardı. Deməli, əgər 10 dənə maşındırsa və hər maşında da 2400 kiloqram buğda varsa, ümumilikdə 2400-ü də 10-a vuracam. Görüm hələ 10 maşında cəmi nə qədər buğda var? 0, 0, bir dənə də 10-un sıfırını yazırıq bura. 24.000 kiloqram, 24 tonda elə bir ki, buğda var. Deyir, ikinci gün isə birinci gündə göndərilənin çəkisinin 10-da 7-si qədər. Həmin bu 24.000 kiloqramın 10-da 7-si, yəni 10-a böl, 7-yə vur. 10-a böləndə 1 0 gedir, bax buradan 1 0 gedir, qalır 2400. İndi 2400-ü də gəlin 7-yə vurağın. 0, 0, 7, 4, 28, 2 yadda, 2, 7, 14, 2, 7, 16. 16.800 kiloqram. İndi 16.800 kiloqram ikinci günü buğda göndəriblər. Daha sonra nə deyir? Tarladan 2 gündə cəmi nə qədər buğda göndərilmişdi? Həmin 24.000-in üzərinə deməli 16.800 gələcək. 16.800 gələcək. Görək neçə verəcək? 0, 0, 8, 0, 1 yadda, 3, 1 yadda, 4. 40.800 kiloqram nə göndəriblər? 2 günə cəmi buğda göndərmiş olublar. Hanı 40.800? Cavab oldu B variantı. 21. Deyir, məktəb 960. 21-ci suala baxırıq. Deyir, məktəb 960 dərslik almışdır. Onun 4-də 1-i riyaziyyat dərsliyi. Qalanının 9-da 4-ü Azərbaycan dili dərsliyi idi. Neçə Azərbaycan dili dərsliyi alınmışdır? Ümumi olaraq 960 ədəd dərsliyi alıblar. Düzdürmü? Bunun 4-də 1-i, yəni 960-ın 4-də 1-i riyaziyyat dərsliyi. Görək elə 960-ın 4-də 1-i nə qədər edir? 9-un içində 4 2 dəfə, 16-nın içində 4 4 dəfə. Yəni 240 riyaziyyat dərsliyi yazırıq riyaziyyat. Daha sonra qalanının deyir. Bax, qalanının deyirsən, tabi biz götürüb 960-ın 9-da 4-ünü tapmırıq. Neyinirəm? 960-dan 240-ı çıxıram, görüm qalanı nə qədərdir? 0, 2 və 7. 720. Qalanı 720-dir.
Qalanının 9-a 4-ü. İndi 720-nin 9-a 4-ünü tapa bilərəm də. 70-in içində 9 80, 80 də vurdum 4-ə, elədi 320. Bu da Azərbaycan dili dərsliyidir. Bax, Azərbaycan dili dərsliyi. Neçə Azərbaycan dili dərsliyi alınmışdı? 320 cavab oldu. B variantına bərabər. 22-ci suala baxırıq. Ambardar şəhərə göndərmək üçün 6400 kiloqram pomidor hazırlanmışdı. Bu pomidorun 5də 2-sini hər biri 20 kiloqram tutan yeşiklərə yığdılar. Qalan pomidoru hər biri 30 kiloqram tutan yeşiklərə yığdılar. Pomidorları yığmaq üçün cəmi neçə yeşik lazım oldu? Deməli, ümumilikdə 6400 kiloqram pomidordur. Bax, 6400 kiloqram pomidordur. Düzdür? Bu pomidorun 5də 2-sini, yəni 6400-ün 5də 2-si görək nə qədər edir? 6400-ü yazaq bura. 6400 bölək 5-ə, vuraq 2-yə. Elədi 2500 neçə? 2560. Yazırıq bura 2560. Düzdürmü? Sonra deyir, bu pomidorların 5də 2-sinin hər biri 20 kiloqram tutan yeşiklərə yığdılar. 2560 kiloqramı hərəsini 20 kiloqram tutan yeşiklərə yığsalar, cəmi neçə yeşik lazım olacaq? Yəni 2560-ı bölməliyik hələ bir 20-yədir. Ona görə də həmin bu 2560-ı bölürəm 20-yə, cəmi 128 yeşik lazımdır hələ ki. Sonra nə edir? Qalan pomidor nə qədərdir? Yəni 6400-dən 6400-dən 2560-ı yığılıb. Nə qədər qalıb? Ona görə də nə edirəm? 6400-dən çıxıram 2560-ını, verir mənə 3840. Qalan pomidor budur. Qalan pomidoru hər biri 30 kiloqram tutan yeşiklərə yığdılar. Yəni həmin bu 3840-ı 30 kiloqram tutan yeşiklərə yığsalar, görək bizə neçə dənə yeşik lazım olacaq? Bunu da bölürəm 30-a. Burada da 128 yeşik lazım oldu deməli. Pomidorları yığmaq üçün cəmi neçə yeşik lazım olmuşdur? Onda nə edirəm? Bax 128 yeşik burada. 128 yeşik burada. Cəmi 128 üstəgəl 128 bərabərdir 256. Cavab oldu 256-ya bərabər. Cavab C variantı. Belə. Keçirik 23-cü suala. Və 23-cü sualda deyir ki bizə, 23-də deyir, iki məntəqə arasındakı məsafə 1840 kilometrdir. Bu məntəqələrdən iki qatar eyni vaxtda qarşı-qarşıya hərəkətə başladı. Birinci qatar bütün yolun 8-ə 5-ini. Baxın mənlər. Deməli, birinci qatar bütün yolun 8-ə 5-ini. Bütün yol nə qədərdir? 1840. Bunun 8-dən 5-ini birinci qatar gedib. Gəlin baxaq görək 1840-ı bölsəm 8-ə, daha doğrusu 8-ə. Vursam 5-ə. Neçə eləyəcək? 1150 eləyəcək. Düzdürmü? Sonra nə deyir? Birinci qatar bütün yolun 8-də 5-ini, ikincisi 10-da 3-ünü. Nəyin 10-da 3-ünü? Elə qalanını demir ki, 1840-ın 10-da 3-ünü. Böl 10-a, vur 3-ə. Elədi 552. 1840-ın 10-da 3-ü verdi bizə 552. Düzdür? Daha sonra nə deyir? Bu qatarlar bir-birindən hansı məsafədədir? Deməli, bu qatarların bir-birindən hansı məsafədə olduğunu tapmaq üçün nə edirəm? Bax, bunları ümumi toplayıram. Yəni, 1150 üstəgəl 552 bərabərdir. 2, 0, 1 yadda, 1 ilə 5, 6, 1 də yadda 7. Burada da 1. Düzdür, 1702. Həmin ümumi yoldan 1840-dan çıxıram 1702 ikisini görüm hələ bunların arasındakı məsafə neçəyə bərabər olacaq? 1840 çıxılsın 1702. 138-ə bərabər. Görək 138 hardadır? Cavab D variantına bərabərdir. Daha sonra keçirik 24-cü sualı. Binanın tikintisi üçün 3360 ton tikinti materialı göndərildi. Onun 1/10 hissəsi əhəng. Bax 3000.
360-ın 10-da 1 hissəsi nə qədərdir? Elə 336. 12-də 1 hissəsi siment. 3360-ın 12-dən 1 hissəsi nə qədərdir? 33-ün içində 12, 2 dəfə, 3 dəfə, 3 dənə 12-nin 32-yə bərabərdir. Yox, 36-ya bərabərdir daha doğrusu. Yox, 3 dəfə yox, 2 dəfə olmalıdır. 2 dəfə, 2 dənə bax, 3360 bölünsün 12. 2 dəfə 24, 13-dən 4 çıxdım, 9, 6-nı düşürtdüm aşağı. Burada da 8 və 0. Deməli, 280. Əgər 280-dirsə burada, indi nə deyir? Cəmi neçə ton əhəng və sement gətirilmişdir? Yuxarıdakı əhəngdir, aşağıdakı sementdir. Yəni 336 ilə 280-i topla görək neçə tondur? 6, 11, 1 yadda, 5, 1 də 6. 616 ton cavabımız oldu A variantına bərabər. Deməli, 25-ci sualda deyir, bir məktəbdə 840 şagird var. Dərs ilinin əvvəlində bütün şagirdlərin ancaq 4də 1 hissəsi əlaçı idi. Deməli, 840-ın ilk, yəni dərs ilinin əvvəlində 840 nəfərdən 4də 1 hissəsi təkcə əlaçı imiş. Görək 840-ın 4də 1 hissəsi nə qədər edir? Deməli, 8-in içində 4 2 dəfə, 1 dəfə, 1 də 0. Deməli, dərs ilinin əvvəlində 210 nəfər şagird əlaçı idi. Deyir, ilin sonunda bütün şagirdlərin 3də 1 hissəsi əlaçı oldu. İndi görək hələ 840-ın 3də 1 hissəsi nə qədərdir? 8-in içində 3 2 dəfə, sonra 2 3-ün 6, 24-ün içində 3, 8 dəfə, burada da bir 0. Deməli 280. Dərs ilinin bax əvvəl 210 idi, sonra 280 oldu. Nə qədər artdı? Deyir, dərs ilinin sonunda ilin əvvəlinə nəzərən əlaçıların sayı neçə şagird artmışdı? 280-dən də 210 çıxacaq. Verəcək bizə 210, 280 daha doğrusu çıx 210 bərabərdir 70. Deməli, neçə şagird artmışdır deyəndə cavabımız A variantına bərabər olmuş olur. Cavabımız oldu 70-ə bərabər. Sonra 26-cı sual. Ev tikintisinə 1680 ton tikinti materialı gətirildi. Bu materialın 10-da 1 hissəsi əhəng, 12-də 1 hissəsi sement, qalanı kərpicidir. Neçə ton kərpic gətirilmişdir? Deməli, 1680 ton materialdan bunun 10-da 1 hissəsi əhəngdir. Yəni, 10-da 1, 1680-i 10-a bölürəm, eləyir 1668. Bu nədir? Əhəngdir. Bura yazıram əhəng. Sonra deyir, 12-də 1 hissəsi siment. İndi həmin 1680-in 12-də 1 hissəsini tapacaq. Görək hələ. 1680-i 12-yə böləndə neçə eləyir? Gəlin bölək. 16-nın içində 12 bir dəfə, 48-in içində 12 4 dəfə, burada da bir 0. 140. Əgər 140-dırsa, bax 140 yazıram. Bu da nədir? Siment. Neçə ton kərpic gətirilmişdir deyir. Bax, 168-i əhəng, 140-ı siment. Ümumidə 1680 material var. 1680-dən bu ikisinin cəmini çıxsam, 1680-dən çıxıram. 168 çıx 140-ını. Bərabərdir. Üstə gəl 140 daha doğrusu bərabərdir. 1680 çıxılsın. İndi 168 ilə 140-ı toplayaq. 8, 0, 1 yadda, 2, 1 yadda 3. Və 1680-dən də 308 çıxaq. Ondan 8-in çıxdım 2. 7 qalır burada. 6-dan 3 çıxdım 3. 1 də yazılır bura. 1372 ton nə var imiş? Kərpic gətirilmişdi. 1372 cavab oldu. Y variantına bərabər. Deməli, bu hissəni təmizləyirəm. Keçirəm 27-ci suala. 27-də deyir, mağazada 640 kiloqram alma satılmışdı. Mağaza 640 kiloqram alma satmışdır. Bu almaların 8-də 5-i 1 kiloqramı 30 manatdan, qalanı isə yəni 1 kiloqramı 25 manatdan satılmışdı. Mağazada neçə manatlıq alma satılmışdı? Deməli, ümumilikdə 640 kiloqram alma satılıb. Bu almaların 8-dən 5-i, 8-ə bölüb 5-ə vuracam. 640-ı 8-ə böləndə, burada 80, 80 də 5-ə vuranda 8, 5-in 40, yanında 0, 400.
400 nə? 400 kiloqramı və hər kiloqramı 30 manatdandırsa, 400-ü vuracağıq 30-a, görək neçə manatlıq satılıb. 3 4-ün 12, yanında da 3 dənə 0, 12.000 manatlıq nə satılıb? Alma satılıb. Sonra qalanı isə 1 kiloqramı 25 manatdan satılmışdı. Qalanı deyəndə nəyin qalanı? 640-dan 400-ü satılıb. Qalıb nə qədərsə? 640 çıx 400, 240-ı qalıb. Düzdürmü? Həmin 240-ın hər kiloqramı 25 manatdan satılıb. Yəni 240-ı da vuracam 25-ə. Gəlin vuraq. 240-ı vururam 25-ə. 6000 manat. 6000 manatlıq mal satılıb. Sonra 6000. Mağazada neçə manatlıq alma satılmışdı deyir. Bax 12.000 manat burada satılıb, 6000 manat burada satılıb. Ümumilikdə bax 12.000 üstə gəl 6000 bərabərdir 18.000-ə. Cavab oldu 18.000 də yaxşı. 18.000. Cavab oldu A variantına bərabər. 30-cu sualda deyir ki, bir bataqlığı qurutmaq üçün 735 metr uzunluğunda arx qazmaq lazım idi. Birinci gün bütün arxın 5də birini. Bütün arx nə qədərdir? 735 metr. 735-in 5-dən biri görək nə qədərdir? 7-nin içində 5 bir dəfə, 23-ün içində 5 4 dəfə, 35-in içində 5 7 dəfə. 147 metr. Birinci gün qazılıb. Bax, birinci gün. İkinci gün bundan 2 dəfə artıq qazdılar. Yəni 147-dən 2 dəfə artıq nə qədər olacaq? 2 7-nin 14 bir yadda, 2 4-ün 8 bir də yadda 9, 2 1-in 2. Bu da ikinci gün. Bax metr. İkinci gün. İkinci gün neçə metr arx qazmışdılar deyirsə 294 metr, cavab B variantına bərabər olacaq. Keçirik 31-ci sualda, görək bizdən nəyi soruşur. Bir bağdan 1600 kiloqram alma dərdilər. Deməli, bir bağdan 1600. Bütün almaların 5də 1 hissəsini, yəni bunun 5də 1 hissəsini, 16-nın içində 5 3 dəfə, onun içində 5 2 dəfə və 0. Bütün almaların 5də 1 hissəsində hərəsinə 16 kiloqram olmaqla yeşiklərə yığdılar. Bax, 320 kiloqram almanı hərəsində 16 olmaqla yeşiklərə yığmaq demək, yəni 320-ni 16-ya bölmək deməkdir. Bu da 20-yə bərabər olur. Deyir, neçə yeşik lazım oldu? 20 yeşik lazım olacaq. Cavab oldu B variantına bərabər. 32. Sinifdəki 40 şagirddən 12 nəfəri yazı işindən 5. Bax, 40-dan çıxıram 12-sini bərabərdir 28. Düzdür? Bura yazıram 12 nəfəri neçə alıb? 5 alıb. Bütün şagirdlərin 5də 2 hissəsi 4. İndi bunun hələ ki niyə çıxdım bilmirəm. Bu qalsın bu. Mən elə bildim ki, qalan şagirdlərini deyəcək. Yaxşı, qalan deməyib, deyir bütün şagirdləri. Bütün şagirdlər nədir? 40 nəfərdir də, düzdür? 40-ın 5də 2 hissəsi nə qədər eləyir? 16 nəfər. 16 nəfərə neçə alıb? 4 alıb. Bu da yazdıq. Qalanları 3 qiymət almışdı. Qalanları görək nə qədərdir? Deməli, 40 şagirddən 12 nəfəri 5, 16 nəfəri 4, qalanları 3 alıb. 12-dən 16 neçə eləyir? 8, 2, 28. İndi 40 nəfərdən 28 nəfəri 5 və 4 alanlardır. Qalanları görək nə qədərdir? Ondan 8 çıxdım 2, 3-dən 2 çıxdım 1. Cavabımız oldu 12. Deməli, qalan şagird sayı 12 nəfərdir ki, qiymət olaraq 3 qiymətini alıblar. Cavab oldu 12, yəni D variantına bərabər. Buranı da təmizləyək, keçək digər sualımıza. 33. Sahəsi 54 metr kvadrat olan 3 otaqlı mənzilin yataq otağı 12 metr kvadratdır. Baxın, deməli, ümumi sahə 54-dür, düzdür. 3 otaqlı mənzilin yataq otağı. Bax, yataq otağı yazıram 12-dir, yəni 12 metr kvadrat. Qonaq otağı bütün sahənin qonaq otağı yazıram
Bütün sahənin 9-da 5 hissəsidir. Bütün sahə nə qədər idi? 54, düzdür? 54-ün 9-dan 5 hissəsi nə qədər olacaq? 54-ün 9-da 5. 54-ü 9-a bölüb 6, 6 5-in 30 metr kvadrat qonaq otağınadır. Uşaq otağının sahəsini istəyir bizdən. Dedik ki, yataq otağı 12-dir, qonaq otağı 30-dur. 30 üstə gəl 12 neçə verir bizə? 42. İndi həmin 54-dən də ümumi sahədən də qonaq və yataq otağının sahəsini çıxsam, yerdə qalacaq uşaq otağının sahəsi. 4-dən 2 çıxdım 2, 5-dən 1 çıxdım 1. Deməli, uşaq otağının sahəsi 12 metr kvadrata bərabər olacaq. Cavabımız oldu neçə? A variantına bərabər. 34. Bağdakı 72 meyvə ağacından 24-ü alma. Deməli, 72-dən 24-ü buraya yazıram alma. Bütün ağacların 8-də 3-ü armud. 72-nin 8-də 3-ü neçə verəcək bizə? 8 ilə 72 9, 3 9-un 27. 27-si armud. Qalanları albalı ağaclarıdır. Qalanları da ki bilmirəm. İndi bu ikisini toplasam 24 ilə 27-ni toplasam 1 yadda 4, 1 yadda 5. 51 alma plus armud ağacı verir. Amma ümumi olaraq 72 ağacım var. Yəni bu 72 ağacdan 51-i hər iki meyvədirsə, yerdə qalır albalı ağacı. 1, 2, 21 neçə albalı ağacı var? 21 albalı ağacı olacaq. Cavabımız oldu A variantına bərabər. 35. 432 ton qumu 3 vaqona yüklədilər. Birinci vaqon qumun 12-də 7 hissəsini. Deməli 432 ton qumun 12-də 7 hissəsi, bax 12-də 7 hissəsini birinci vaqon. Gəlin 432-ni 12-yə bölək. Vuraq sonra 7-yə. Verir bizə 252. İndi nə deyir bizə? Deyir ki, 432 ton qumu 3 vaqona yükləyiblər. Birinci vaqon qumun 12-də 7 hissəsi. Bax, bu birinci vaqonun götürdüyü yükdür. İkinciyə qalanın. Qalan nə qədərdir? 432-dən çıxmalıyam 252-sini. Bərabərdir. 0, 13-dən 5 çıxdım 8, 3-dən 2 çıxdım 1. Qalan 180-dir. 180-in qalanının yarısını, yəni 180-in yarısı nə qədərdir? 90, düzdürmü? 180-in yarısı 90-dır. Üçüncü vaqona. Bizə dəqiqə birinci vaqona qumun 12-də 7 hissəsini, ikinciyə qalanının yarısını yüklədilər. Hə, bu da ikinciyədir. Üçüncü vaqona neçə ton qum yüklədilər? Deməli, birinciyə bu qədər, ikinciyə bu qədər, ümumidə bu qədər yük var idi. Ona görə də ümumidən çıxıram digər ikisinin cəmini. Yəni 252 ilə 90-ı toplasam, sonra da ümumidən çıxacam onları. 432-dən çıxıram. Burada yazıram 432 çıxılsın 2, 5 ilə 9-u toplayanda edir 14, 1 yadda, 2, 1 yadda 3. 342, 0, 13-dən bizə dəqiqə görək, hesablama səhv elədikmi? 252, üstə gəlsin 90, 342. 432-dən də çıxıram 342-sini 90-a bərabər olur. Onda cavabımız olacaq C variantına bərabər cavab 90. Daha sonra buranı da təmizlədik, keçdik 36-cı suala. 36-da deyir ki, 256 kilometrlik yolu avtomobil 3 saata getdi. 256 kilometrlik yolu avtomobil 3 saata gedir. Bax, birinci saat, ikinci saat, bir də üçüncü saat. Düzdür? 256 kilometrlik yol avtomobil 3 saata getdi. Birinci saat bütün yolun 16-da 7 hissəsini. 256-nın 16-da 7 hissəsi. 256-nı 16-ya böləndə elə 16 düşməlidir. Gözləyim bir dəqiqə. 256 böl 16 bəli. Onu da vuraq 7-yə, 112 nə? Birinci gün. Düzdür? Birinci gün. Birinci saat. İkinci saat qalan yolu. Qalan yol nə qədərdir? 256-dan
Çıxıram 112-sini bərabərdir. 4, 4, 1. 144 qalıb, düzdürmü? 144. 144-ün nəyini tapacaq deyir? 4-də 3 hissəsini. 4-də 3 hissəsi ikinci saat olur. İndi 144-ü bölürəm 4-ə, vururam 3-ə. 108. 108 kilometrini ikinci saat getdi. Üçüncü saat nə qədər yol vaxt sərf elədi? Yəni yol sərf elədi, kilometr sərf elədi demək istəyir. İndi birinci gün bu qədər, 112. İkinci günü bu qədər, ümumi yolda bu qədərdir. Dediyim kimi, ümumi yoldan çıxacam bu ikisinin cəmini. Üstəgəl 108 bərabərdir. 112 ilə 108-i toplayaq. Deməli 256-nı yazaq bura çıxılsın. 2 ilə 8 0, 1 yadda, 1 də yadda 2, 2, 220. 256-dan da 220 çıxanda 36-ya bərabər olacaq. Cavabımız oldu. C variantına uyğun gəlir. 37. Yarısı ilə 7-də 2-sinin cəmi 44 olan ədədin 8-də 3-ü neçədir? Bax, yarısı deyəndə nədir yarısı? Əgər ədədimiz məhsuldursa, yəni x-dirsə, x-in yarısı 2-də 1 x deməkdir. Yarısı da bu deməkdir. Üstə gəlinsin. Yarısı ilə 7-də 2-sinin cəmi, yəni 7-də 2x-in cəmi bizə verir 44. İndi buradan 2 ilə 7-ni yox eləmək üçün hər tərəfi 14-ə vuracam ya da ortaq məxrəc 14 götürürəm. 14-ü 2-yə bölürəm 7, 14-ü 7-yə bölürəm 2, burada da 14. 7x plus 2 üçün 4x bərabərdir. 14-ü də 44-ə vuraq. Görək neçə eləyir? 14 vurulsun 44. 616. Onu da bölək. 7 ilə bax 616 yazıram. 7 ilə 4 11 x bərabər 616. X də verir bizə. 616-nı bölürəm. Neçəyə bölür? 11-ə bölürük. 56-ya bərabər olur. Cavabımız 56-dır, amma variant 56 deyil. Niyə? Deyir 44 olan ədənin 8-də 3-ünü. 8-də 3-ünü. Hələ 56-nın 8-də 3-ünü tapacaq. 56-nı 8-də böləndə 7, 3, 7-nin 21. Cavab oldu A variantına bərabər. Baxırıq digər suallara. 38-ci suala baxaq. Deməli, deyir ki, bir qutuda ağ, mavi və sarı kürəciklər var. Qutudakı kürəciklərin yarısı ağ. Yarısı deyəndə 2-də 1 hissəsi ağ. Yəni 2-də 1 hissəsi ağdır. 8-də 3-ü mavi. Deməli, 8-də 3x-i mavidir. Düzdürmü? 6-sı isə sarı rəngdədir. 6-sı da sarı rəngdədir. Mən sarını məlum kimi götürürəm. Amma ümumi şarların sayını, kürəciklərin sayını bilmirəm. Yəni x-dir. Onda bu hamısını toplasam mənə x verməlidir. Yəni 2-də 1 x-lə 8-də 3x-i topla və üzərinə bir 6 da gəl. Versin sənə ümumi şar sayı, yəni x-i verəcək. İndi 2 ilə 8-i 8-in ortaq məxrəc kimi götürürəm. 8-i 2-yə bölürəm 4. 8-i 8-ə bölürəm 1. Burada 8 və burada 8. 4 1-in 4x üstəgəl 1 üçün 3x üstəgəl 6 8-in 48 bərabər 8x. İndi 48 olduğu kimi qalır, mənfi olmasın deyə 8x çıx 7x. X də verdi bizə, düzmü yazdıq? 48. Nə deyir? Buna görə qutuda neçə ağ kürəcik var. Ümumi kürəcik sayı 48-dir. Bax, ümumi kürəcik sayı 48-dir. Amma məndən ağ kürəcik sayını istəyir. Yəni 48-in yarısını istəyir. Çünki ağ kürəcik nə deyir? Qutudakı kürəciklərin yarısı ağdır. Yarısı da deyəndə 2-də 1-dir. Bu da verir 24. Cavabımız oldu D variantına bərabər. 39-cu suala baxırıq. Deyir, su anbarının 9-da 4-ü doludur. Su anbarına 35 litr su əlavə edilsə, anbarın 27-də 19-u dolacaq. Anbar neçə litr su tutur? Baxın, bunun asan yolunu deyəcəm. Deməli, su anbarının 9-da 4-ü və su anbarının 27-də 19 yazılıb bura. Biri 9-da 4-dür, biri 27-də 19. Düzdürmü? Bax, bu ikisini
Bunu da 20 məxrəci 27-yə gətirməkdən ötəri, yəni bu 9-u 27 eləməkdən ötəri mütləq ki, neçəyə vurmalıyam? 3-ə vurmalıyam. Onda sürəti də 3-ə vuracam. Düzdür? 3 9-un 27, sürət də 3-ə vuranda 3 4-ün 12. Deməli, su anbarının artıq 9-a 4-ü yox, 27-də 12 hissəsi su ilə doludur. Düzdürmü? İndi deyək ki, bu anbara 35 litr su əlavə edilsə. Bax, 27-də 12 hissəsi doludur. Əlavə ediləndən sonra 27-də 19 hissəsi dolu olub. Aradakı fərq nə qədərdir? Bax, hissə olaraq. 12 və 19, 7-dir də, düzdür? 7. Deməli, 27-də 7 hissəni doldurandan sonra bu 27-də 19 hissə olub. Və həmin bu 27-də 7 hissə 35-ə bərabərdir. Bu nə deməkdir? Yəni 27-də 7 hissəsi 35 olan ədədi tapmış olacaq. Ona görə də 35-i 7-yə bölüb 27-yə vuracaq. Bərabərdir. 35-i 7-yə böldüm 5. 5-i də 27-yə vuranda 5 7-dən 35 3 yadda. 2 5-in 10, 3 də yadda 13. 135-ə bərabərdir. Yəni asan yolu budur. Yox, belə yazmaq istəmirəm. Onda belə yazarsınız. Çətin yolla istəyirsinizsə yazmaq. Adam var ki, məsələn, çətin yolu asan yoldan daha üstün bilir. Çünki belə deyim də, o yolla edib həmişə, ona o daha rahat gəlir. Belə yaza bilərsiniz. 9-da 4 x-in üzərinə 35 gəlib, düzdür, bərabər olub 27-də 19 x-ə. Bunu bu tənliyi buradan həll edib də tapa bilərsiniz. Yəni, mən sizə daha rahat, daha asan yolunu zaten demiş oldum. Sonra gəlirik 40-cı suala. Çənin tutumu 2 tondur. 2 tonu avtomatik olaraq baxıram, tam burada hissələr varsa 2 tonu çevirirəm nəyə? Kiloqrama. 2000 kiloqram. Düzdür? 2 ton 2000 kiloqram oldu. Bu çənin onda 7-si su ilə doludur. 2000-in onda 7-sidir su ilə doludur. Xətt çəkdim 2 7 14 0 0. 1400 nəyi? 1400 kiloqramı su ilə doludur. Çənin 4də 1 hissəsinin dolu olması üçün neçə litr su boşaldılmalıdır? Yəni 2000-in 4də 1-ini tapacaq. Görək çənin 4də 1 hissəsi hələ görək nə qədərdir? 20-ni 4-ə böldüm 5, burada da 0 kiloqram. Deməli, çənin onda 7, yəni 1400 kiloqram çəndə su var və 500 olması üçün burada nə qədər boşaldılmalıdır? Yəni 1400-dən 500 çıxacam, olacaq 900 litr. Kiloqram da yazmışam, litrdir bunlar. 900 litr su boşaldılmalıdır ki, çənin içində 500 litr su qalmış olsun. Cavabımız oldu C variantına bərabər. 41. Deməli, Nurlan kitabların 10-unu Nihata, 8-ini Hafizə, 5-ini Elminə və qalanının 8-ə 5-ini özünə ayırıb. Nurlanın özünə ayırdığı kitab sayı 15 olarsa, onun cəmi neçə kitabı var? Bax, Nihada verib nə qədər? 10. Hafizə verib nə qədər? 5. Yox. Nihada 10-nu Nihada 8, hə. Hafizə verib 8-ini, 5-ini də Elminə verib. Qalanının 8-ə 5-ini isə özünə ayırıb. Qalanının 8-ə 5-i də 15 olduğuna görə biz nəyə tapacaq? 8-də 5 hissəsi 15 olan ədəd. 8-ə 5 hissəsi 15-dirsə, ümumi nə qədər kitab var? Bax, 8-ə 5-in 15-dirsə, ümumi olaraq 15-i 5-ə bölürəm, vururam 8-ə. 15-i 5-ə böldüm. Neçə oldu? 3, 3, 8-in 24. Deməli, qalan kitab sayı 24-dür. Ümumi kitab sayı 24 deyil. Qalan kitab sayı 24-dür. Deməli, qalan 24-dür. Bu zaman nə edirəm? 24-ün üzərinə buradakı 10-u gəlirəm. Sonra 10 üzərinə buradakı 8-i gəlirəm. Və 10 üzərinə buradakı 5-i gəlirəm. Görək neçə verəcək? 24-ün üzərinə 10 gəldim, 34. 34-ün üzərinə 8 gəldim, 42. 42-nin üzərinə 5 gəldim, 47-yə bərabər. Cavabımız oldu Y variantına bərabər. Sonra 42. Qarabağ futbol komandası qatıldığı turnirdə keçirdiyi oyunların 4-də 3-ünə qalib gəlmiş. Deməli, 4-də 3-ünə qalib gəlib.
7-də 1-nə məğlub olub. Məğlub olub. 3 oyunda isə heçsə etmişdi. Bu komanda neçə oyun keçirmişdi? Bu komanda ümumilikdə x oyun keçiribsə, üçünə də heçsə bitiribsə, bax heçsə hamısını yazdım da bura. Bax x oyun keçirilib, ümumi bilmirəm, oyun sayı x-dir. 4-də 3-ünə qalib gəlib, 7-də 1-nə məğlub olub, 3-ünə isə heçsə bitirib. Görək elə ümumi deyir bu komanda neçə oyun keçirmişdi? Gəlin baxın, yəni bunları ümumi topla, 4-də 3x üstə gəlsin, 7-də 1x üstə gəlsin, 3 bərabərdir. Ümumi oyun sayı x-dir deyə x-ə bərabər edirəm. İndi buradan 4 ilə 7-yə ortaq məxrəc 28-dir. 28-i 4-ə böldüm. 7, 28-i 7-yə böldüm 4, burada 28, burada 28. Deməli 3, 7-in 21x üstə gəlsin, 4, 1-in 4x üstə gəlsin. 3, 8-in 24, 2 yadda, 3, 2-in 6, 2 yadda, 8, bərabər 28x-ə. İndi 84x qalır yerində, 28x-i düşürtdüm aşağı olduğu kimi, çıxdım, 21x-lə 4x topladım, elədi 25x, 25-i də çıxdım. Buradan 84x bərabər oldu. 28x-dən 25-də x çıxanda 3x. X-in də qiyməti neçə oldu? 8-i 3-ə böldüm 2, 24-ü 3-ə böldüm 8. Deməli, bu komanda 28 oyun keçirdi və onun 4-də 3-ünə qalib gəlib, 7-də 1-nə məğlub olub, 3-ü isə heçsə bitirib. Gəlin yoxlayaq. Deməli, 28 oyun keçirdibsə, 28-in 4-də 3-ünə qədərdir. 28-i 4-ə böldüm. Neçə oldu? 7, 3, 7, 21-nə qalib gəlib. 7-də 1-nə məğlub olub. 28-i 7-yə bölüm 4. 4-ünə məğlub olub, 3-ünə isə heçsə bitirib. Görək bunların cavabı verirmi 28? 21 ilə 7-ni topladım. Verdi bizə 28. Deməli, ümumi oyun sayımız cəmi 28, yəni B variantına bərabər olmuş olacaq. 43. 43-də deyir ki, torbadakı topların 9-da 4-ü göy. Deməli, torbadakı topların 9-da 4-ü göy, 3-də 1-i qırmızı və qalan 14 top isə yaşıl rəngdədir. Torbadakı topların sayını tapın. Deməli, 9-da 4-ü göy, bax yazıram bura göy. 3-dən 1-i, 3-də 1-i qırmızı, 14 top da yaşıldır. Belə. Torbada topların sayını tapın. Deməli, 9-da 4, x üstə gəlsin, 3-də 1x, üstə gəl 14. Torbadakı topların sayı da bilmirəm, x-ə bərabərdir. İndi 3-ə hamısına ortaq məxrəc 9, 9-u 9-a 1, 9-u 3-ə 3, 9 və 9. 4x üstə gəlsin, 3 1-in 3x, üstə gəlsin, 4 9-un 36, 3 yadda, 9 1-in 9, 3 də yadda 12, bərabər 9x-ə. İndi 126 bərabərdir. 9x-dən 7x çıxanda 2x qalır. X də bərabərdir 63-ə. Deməli, ümumi oyun sayı 63-ə, yox, oyun nə idi? Bayaqçında fikrim qalıb. Torbadakı ümumi say 63 dənə nə var? Top var. 63 dənə topun, bax gördüyünüz kimi elə burada da yoxlamasını apara bilərsiniz. 9-da 4-də göy rəngdədir, 3-də 1-i qırmızı rəngdədir, 14-də yaşıl rəngdədir. Bu üçünü toplasanız bizə nə verəcək? 63 vermiş olacaq. Cavabımız oldu Y variantına bərabər. 44. Ədədin yarısı ilə 3-də 1-nin cəmi qalanından 36 vahid artıqdır. Ədədin yarısı deyəndə, yəni 2-də 1-i nəzərdə tutur da. 2-də 1x deyir, yarısı ilə 3-də 1-nin cəmi. 3-də 1x qalanı nə qədərdir? İndi gəlin görək qalan nə qədərdir? 2-də 1 ilə 3-də 1-i toplayaq. 2-də 1x ilə 2-də 1 ilə 2-də 1 ilə 3-də 1-i toplayaq. Verir bizə 6, 6-nın 2-yə 3, üstə gəl 6-nın 3-ə 2. 6-da 5. 6-da 5-i bulardı. 6-da 5-i bulardı. Düzdür? İndi bizə nə lazımdır? 6-da 5-i bulardı. Mənə qalanı lazımdır. 6-da 5 bulardısa 6-da 1 qalandır da. Bizə də deyir qalanının, yəni 6-da 1x-dən 36 vahid artıqdır. Bu 6-da 1-i 36 üzərinə gələcək ki, bu tərəfə bərabər olsun. İndi hər tərəfin
6-ya bölünür. Ona görə ortaq məxrəc 6-nı götürürük. 6-nı 2-yə bölürəm 3, 6-nı 3-ə bölürəm 2, 6-nı 1-ə 6, 6-nı 6-ya 1, 6-nı 1-ə 6. 3x üstə gəlinsin 2x bərabərdir. X üstə gəlinsin 36-nı da 6-ya vuranda 216 verməlidir. Aha. 3x ilə 2x topladım, elədi 5x. 5x-dən də x çıxdım, 4x qalır. 4x 216-ya bərabərdirsə, x bərabər olur. 5 4-ün 20, 16-nın içində 4, 4, 54. İndi bu ədədi deyir tapın. Bu ədəd 54-ə bərabərdir ki, onun yarısı ilə bunun 3də birini toplasam, qalandan 36 vaid artıq olacaq. Cavabımız oldu C variantına bərabər. Və bunları təmizlədik, keçdik 45-ə. Kisədəki şəkər tozunun 4də birinin 7də 2-si satılır. Baxın, hissəsinin tapılması deyəndə vurmaq lazımdır. O kəsirləri bir-birinə vurmaq lazımdır. Yəni 4də 1-in 7də 2 hissəsi. 4də 1-in 7də 2-si deyir satıldı. 2-lərlə 4 7, 4-ü 2-yə böldüm 2, 2 7 14, burada da 1. 14də 1-i satılıb, bax satılıb. Düzdür? Nə qədər qalıb? 14-də 13-ü neyniyib qalıb? Qalıb. İndi 14-də 13 hissəsi 39 olan ədədi deyir tap. O deməkdir də, nə deyir? Kisədəki şəkər tozunun 4də 1-in 7də 2-si satılır və 39 kiloqram şəkər tozu qalır. 39 kiloqram həmin bu 14-də 13-ə bərabərdir. Bu zaman necə tapırıq? 39-u 13-ə bölürük, vururuq 14-ə bərabərdir. 39-u 13-ə böldüm, 3 qaldı. 3-ü də 14-ə vuranda 3 4-ün 12, 1 yadda, 3 1-ün 1 də yadda 4, 42. Kisədə nə qədər şəkər tozu var idi? 42 kiloqram şəkər tozu var imiş. Cavabımız oldu Y variantına bərabər. 46. Torbada sarı və bənövşəyi şarların sayı 75-dir. Bu torbadan bax, sarı, bənövşəyi. Bunların şarların sayları 75-ə bərabər. İkisinin cəmi 75-dirsə, buna x yazıram. Buna 75 çıxılsın x yazıram. Bu torbadan 5 bənövşəyi, bax 5 bənövşəyi, gəl bunu bu qələmin rəngini dəyişim, qoy bilinsin. Deyir 5 bənövşəyi, bax 5 bənövşəyi. 10 şar götürüldükdən sonra sarı şarların sayı bənövşə şarların sayının 3də 1 oldu. Sarı şarların sayı bənövşənin 3də 1 oldusa, bənövşənin 3də 1-ni tapacaq. Demək 3də 1. 75-dən 10 çıxdı. 10 yox, bircə dəqiqə. Hə, 75-dən 5 çıxardım. Burada necə yazmışam? Bircə dəqiqə gözləyin. Deməli, sarı və bənövşəyi şarların sayı 75-dir. Bu torbadan 5 bənövşəyi, yerlərini səhv dəyişik yazmışam. 5 bənövşəyi, 10 dənə sarı şarı götürülsə. Ona görə 75-dən 5 çıxıram 70, çıx x və vururam 3də 1-ə, bərabər eləyirəm x minus 10-a. İndi buradan kəsiri ləğv eləməkdən ötəri ortaq məxrəc 3 kimi götürürəm. 3-ü 3-ə bölürəm 1, 3-ü 1-ə bölürəm 3, 3-ü 1-ə bölürəm 3. Bu mötərizəyə dəymirəm, çünki bu buna tabedir. Yəni, bunu məxrəcinə yox eləyirəm də. Deməli, 70 çıxılsın x bərabərdir. 3x çıxılsın 3 onun 30. Sonra nə edirəm? 70 ilə 30-u toplayıram, 100-ə bərabər olur. Yerlərini dəyişəndə işarəsi dəyişir. Bərabərdir. 3x ilə x-i topladım, 4x. X də verdi bizə 2, 4-ün 8, 20-nin içində 4, 5 dəfə. 25-ə bərabər. Deməli, x-imiz 25 deyir. Torbada əvvəl neçə şar var idi? Neçə sarı şar var idi. Sarı şarın da qiyməti x olduğuna görə aparıram bu 25-i bu x-in yerinə qoyuram. Deyirəm ki, torbada əvvəl 25 dənə nə var imiş? Sarı şar var imiş. Doğru cavabımız oldu A variantına bərabər. Deməli, bir top parçanın birinci gün 8-ə 3-ü, ikinci gün 5-də 2-si satılır. Ümumi top, belə deyim, topdakı parçanın uzunluğunu bilmirəm. Neçə metrdir bilmirəm. Ona görə x yazıram. Bax, birinci günü 8-də 3-ü satıldı. Düzdür, x-i satıldı. İkinci günü 5-dən 2 hissəsi satıldı. Və topda 9 metr cəmi parça qaldı. Bax, belə olacaq.
Yəni düzgün yazılış belə olacaq. İndi nə edirəm? 8 ilə 5-ə ortaq məxrəc 40-dır da, düzdür? 40-ı 1-ə böldüm 40. 40-ı 8-ə böldüm 5, 40-ı 5-ə böldüm 8, 40 da burada yazıldı. 40x çıxılsın 3 5-in 15x çıxılsın 2 8-in 16x bərabərdir 4 9-un 36 yanında bir 0. 40-dan ümumi olaraq 31 çıxacam. Çünki 15 16-nı topladım 31 elədi. 40-dan 31 çıxanda 9x-ə bərabər oldu. 9x də 360-a bərabərdirsə, x də bərabərdir. 36-nı 9-a bölüm 4 9-un 36, bu da 40. Nə deyir? Topda neçə metr parça var idi? Cavab oldu D variantına bərabər. 48. Bir maşın qarpızın birinci gün 10-da 3-ü, ikinci gün qalanının 7-də 2-si. Deməli, birinci günü 10-da 3-ü, belə ya, bax, bunu asan yol deyəcəm sizə. Bir top qarpızın birinci gün 10-da 3-ü. Bax, 10-da 3-ü neynədir? Satıldı. Nə qədəri qaldı? 10-da 7-si. İkinci gün qalanının 7-də 2-si. Bax, 7-də 2-si satıldı. Nə qədər qaldı? 7-dən 5-i. Üçüncü gün isə qalanının 5-də 2-si satılmışdı. 5-dən 2-si satıldı. Nə qədər qaldı? 5-də 3-ü. Geriyə də deyir 900 kiloqram qarpız qaldı və geridə 900 kiloqram qarpız qaldı. Deyəcəksiniz ki, bunu necə yazaq? Bax, indi bunu dairəmi çəkdiklərimi hesablayacaq sadəcə. Bax bunu və bunu. Üstündən xətt çəkdiklərim hesablanmır. Çünki onlar artıq satılıb. Mənə yerdə qalanlar lazımdır. İndi baxın, 5-də 3 hissəsi satılıb 900 olub da. Yox, 5-də 2-si satılıb 5-də 3-ü qalıb. 5-də 3-ü də 900-ə bərabər. Deməli, 5-də 3 hissəsi 900 olan ədəd tapırıq. Ona görə 900-ü 3-ə bölürük, 5-ə vururuq. Cavab 1500. Bunu hesabladım. Keçdim bura. 7-də 2-si satılıb 7-də 5-i qalıb və 7-də 5-i 1500-dür. Onda nə edirəm? 1500-ü bölürəm 5-ə, vururam 7-yə. 1500-ü 5-ə bölüb 300, 300-ü 7-yə vurdum 2100. Bax, 2100-ü qalıb. 10-da 3-ü satılıb, 10-da 7-si qalıb. 10-da 7 hissəsi də 2100-dür. Yəni 2100-ü böl 7-yə vur ona. 300, 300 də ona vurdum 3000. 3000. İndi ümumi qarpızın kiloqramı 3000-ə bərabərdir. Onu tapmış oldu. Bax, 3000-ə bərabərdir qarpızın kiloqramı. İndi mənə deyir ki, birinci gün, ilk gün neçə kiloqram qarpız satılmışdı? İlk gün 10-da 3 kiloqram idi də. Ona görə də 3000-in 10-da 3-ünü tapacaq. Bu da verəcək bizə 900-ə bərabər. Cavab A variantı. Kəsirli məsələlərdə o qalanının sözü əgər varsa, bu tipdə hesablanmalıdır. Rahat yolu budur. Sonra deyir, kəsirin sürəti ilə məxrəcinin cəmi 112-dir. Deməli, kəsirin sürəti var, bir də məxrəci var. Birinə x deyəndə, birinə 112, çıxılsın x yazacağım. Düzdür? İndi sürətin məxrəcinin cəmi 112-dirsə, bax, sürətinə x yazdıq, məxrəcinə 112 çıxılsın x yazdıq da, düzdürmü? Və bu kəsiri ixtisar etdikdən sonra alınıb 9-dan 5. Belə. İndi bu tipli tənlikləri necə həll edirdik? Çarpaz şəkildə, düzdürmü? Yəni 5-i 112 çıxılsın x-ə vuracam, 112 çıxılsın x-ə vuracam, bərabər edəcəm, 9-a vuracam x-ə, 9x. İndi 5-i 112-yə vuranda 5 2 10 0 1 yadda 6 burada 5 çıx 5x bərabərdir 9x. İndi 560 nəyə bərabər olacaq? Mənfi 5x bu tərəfə keçir müsbət olur, toplanılır 14x kimi yazılır. X də bərabər olur. 56-nın içində 14. 4 dəfə. Burada da 0. 40. Deməli, x-imiz əgər 40-dırsa, yəni kəsirin sürəti 40-dır. Məxrəci də 112-dən çıxıram 40-ını. 2, 7, 72-dir. Deyir ki, kəsirin məxrəci ilə sürətinin fərqi. Məxrəc 72, sürət 40. Cavab olur 72-dən də 40 çıxıram 32. Cavab oldu D variantına bərabər. Belə əziz müəllimlər, 50 sualda sonuna gəldik. Növbəti kəsir məsələlərinə aid izahlarda görüşənə qədər